Excel-də trend funksiyası ədədi kəsmək üçün istifadə olunur. Məsələn, burada bir ədədimiz var. 5 məsələn %46. Burada yazırıq ki, trend qeyd edim ki, ədədi yuvarlaqlaşdırmadan kəsmək üçün istifadə olunur. Burada A1 yazırıq, vergül qoyaraq məsələn yazırıq 1. Gördüyümüz kimi ədədi kəsir və 5.4 alınır. Yəni yuvarlaqlaşdırmadı. Məsələn, burada yazırıq 7, məsələn, burada yazırıq 2. Gördüyümüz kimi 5,46 eləmiş olduq. Bu 2 nöqtədən sonra, ədəddə vergüldən sonra neçə rəqəm qalacaq onu bildiririk. Vergüldən sonra 2 rəqəm qalacağı üçün burada 2 yazırıq və 5,46 alınır. Məsələn, 1 yazsaq, burada 1 yazdım, enter bastım. Gördüyümüz kimi 5.4 alınır. Yəni bu yuvarlaqlaşdırmır. Sadəcə ədədi kəsir. Əgər burada 0 qoysaq, bu tamamilə 5 alınmış olacaq. Gördüyümüz kimi. Burada bir məsələ də var. İkinci rəqəmi yazmasaq, ümumiyyətlə tutaq ki, ikinci rəqəmi yazmadıq, o avtomatik olaraq 0 qəbul olunur. Yəni onun belə deyim, ilkin qiyməti 0 olaraq təyin olunmuş olur. Burada gördüyümüz kimi bu şəkildə alınır. Məsələn, burada mənfi yazsaq, gördüyümüz kimi mənfi 5 alınır. Yəni yenə də fərqi yoxdur. Mənfi də yazsaq, bu əsas ədədi dəyişmir, sadəcə müəyyən hissəsini kəsir. Yuvarlaqlaşdırmadan kəsilmiş olur.